Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Çempionlar Liqasındakı play-off mərhələsindəki oyunlarla qarşınızdayım. İnşallah hamıya faydamız toxunar. Təbii ki, dediklərimizin hamısı gəlməyəcək, amma ümumi götürəndə, məsələn, nəticələrimiz pis deyil. Hansı dönəmdən keçdiyimizi də nəzərə alsaq, ümumiyyətlə pis deyil nəticələrimiz. Ən azından burada 1.19'ları falan izah eləmirik də. Tutanda, yatanda da zaten aşağı əmsallardan yatırıq. Həmişə bu 1.40'lardan falan yatırıq. Amma 2'lər, 3'lər burada həmişə gəlib, dəqiq hesablar gəlib və s. və axır. Yenə də ən azından belə bir gün olsun arzuluyuram. Təbii ki, ən əsas sizin analizinizdir. Bunu hər dəfə deyirəm və deməkdən çəkinməyəcəm, yorulmayacağım. Nəyə görə? Məsələn, dünən Telegramımızın linki aşağıdadır, bilirsiniz. Telegram kanalımızda belə bir seçim atmışdım ki, Göztepe Samsun Spor oyunu Time oyuna çox oxşuyur. Və bunu havadan götürməmişdim. Neçə nəfər mənə ardınca yazdı ki, abi 2'dən 1 yoxsa 1'dən 2. Screenshotun birini paylaşdım. 3-4 nəfərə yazdım ki, abi bir dənə oyun çıxdı. Özü də Türkiyə Liqasından. 1'dən 2 olub. Samsun çevirirdi, tam gücü çatmadı. Vaxtı çatmadı. Göztepe öz blokları ilə imkan vermədi ona. Belə, amma o oyuna zaten belə qollu bir oyun yaraşırdı. Yəni qollar yaraşırdı, gəldi. İkinci məsələ. Bəzi komandalar var ki, məsələn bu sizin analizinizin başında dayanmalıdır ki, onların B planı yoxdur. Məsələn, biri təbii ki, bu play-off mərhələsində onlar yoxdur. O Juventusdur. Dünən Juventusun oyununu izlədim. Futboldan usandım əməlli başlı. Məsələn, statistikanı elə belə boş yerə Telegramda paylaşmamışdım. Mən VIP qrupa da oyunun 1-5 üstündən qələbəsini və yanında da Villarreal oyunun 2-5 üstünü vermişdim. Yanında da Samsun'un bir topu var idi. Amma burada bir məsələ var. Deməli, o oyuna hardan baxsan 2-0 idi, düzdürmü? Okey. Məsələn, başqa bir tərəf var. Juventus'un B planı yoxdur. Statistikanı boş yerə paylaşmadım. Saytımızda da, saytımızın da link aşağıdadır. Saytımızda da oyunun dəqiq hesabı var idi, 2-0. Hətta Sporting'in oyununa da 2-1 yazmışdım. 96'da penaltiyə səbəb olan bir hərəkət, qırmızı kart və penaltiden fərqləndi. Sporting deyəsən Gökereş vurdu. Ola bilər qarışdıraram. 3-1 oldu. Okey. O oyunun ümumiyyətlə qlobalda gözləntisi 2-1-3-1 idi. Məsələn, saytda belə bir gündə verdiyimiz 4 hesabdan, indi Espanyol təxirə salındı da, düzdür, Villarreal'ın oyunu. 4 hesabdan ikisi gəlmiş olurdu az qala. Juventus'un A planı var, B planı yoxdur. C planı ümumiyyətlə heç danışmaya ehtiyac yoxdur, ümumiyyətlə ola bilməz. Və məsələ nədir? Statistikanı boş yerə paylaşmadım da. Statistikaya baxan adam deyər ki, Juventus nöyünü bak ki. Amma bütün zərbələr Montiponun üstünə gəlib. Belə bir məsələlər var da. Yəni statistika falan bu canlıdan falan da dəyərləndirəndə bu o qədər də əhəmiyyətli deyil statistika. Oyunun özünə baxmırsınızsa canlı mərc etməyin. Belə dostlar, VIP qrupunun nömrəsi aşağıdadır. Qoşulmaq istəyən varsa gözümüz üstə yeriniz var. Sürətli şəkildə ancaq öz belə deyək də götürdüyüm notlar, metrikalar üzərindən davam edəcəm. Biraz da futbol bilimini işin içinə qoyacağam. Bəzi məqamlarda mənlə razılaşmaya bilərsiniz təbii ki, bu normaldır. Belə bir reklamın tanrısı olan David Ogilvy'nin qəşəng bir sözü var. Kitabın 1-ci səhifəsindədir. Ön sözdə yazılıb ki, əgər komandada, yəni biz bir komandayıq da sizlə, əgər komandada hamı eyni düşünürsə, deməli heç kim düşünmür. Amma fərqli düşünürsə, deməli hamı düşünür və bunun bəhrəsi var. Məsələn, o Samsun Spor oyununu bayaq elə-belə misal gətirmədim. O oyuna mən time 10 yazmışdım. Bir qardaş yüklü olaraq, özə əsəbləşdim, özünə də yazdım. Kreditin pulunu götürüb qoyub şeyə, qol-qoluna. Qol-qol üstünə hətta. Qol-qol üstünə. Və gəlib, 2-dən yuxarı əmsal idi. Bu formada şərt deyil ki, gedib 40 əmsal tutasan. Düzgün dəyərləndirmək sizin işin, boynunuzun borcudur. Getdik dostlar, Brugge Aston Villa 21:45-də Jan Breder stadionunda görüşürlər. Deməli, Aston Villa Young Boys ilə oyunundan etibarən, yəni birinci oyunu idi mövsümün, Çempionlar Liqasındakı mövsümün birinci oyunundan etibarən Aston Villa stabil olaraq qol buraxıb Çempionlar Liqasında. Ev səfər fərqi yoxdur da, buna baxa bilərsiniz. Mən belə bir şey burada fikir vermişəm. Brugge-ni mən bəlkə də bu ölkədə ən çox Brugge-ni mən dəyərləndirmişəm. Hər mövsüm ən azı 2-3 flash komandanı tapıram və sizə təqdim edirəm. Keçən il Brentford Elversberg oyununun, məsələn, ondan qabaq Union Berlin. Union Berlin neçə nəfər mərc edirdi? Başladılar sevməyə, düzdürmü? Keçən dəfə özdə axırıncı YouTube analizimizdə, yox, axırıncı idi yoxsa, bazar günü də YouTube analizimizdə
Elversberg haqqında sizə nə dedim? Gol oynamıyor. 2-5 üstü atın. Bu oyunda dedim özdə anormal bir hesab çıxa bilər. Və əslində anormal olan 4-0 hesabını gördük biz, düzdürmü? 2-5 üst gəldi, time-da gəldi rahat şəkildə. Məsələn, Brügge-də hər dəfə dəyərləndiririk, özə Çempionlar Liqasında. Aston Villa, yəni Brügge evdə superdir. Atalanta ilə oyun bizə göstərdi ki, hətta səfərdə də superdi yeri gələndə. Milanla oyunu indi nəzərə almıram, çünki Milanda ciddi düşüş var idi. 10 nəfərlə Milana qol vurdular. Brügge doğma meydanda 17 oyundan cəmi birini uduzub, yəni Jan Breder stadiumda. Aston Villa səfərdə bu il artıq neçə dəfə demişəm sizə ki, heç yaxşı deyil. Hətta fikirləşirdim ki, indi Aston Villa'da ciddi dəyişikliyi var axı, özünüz görmürsünüz. Komanda adaptasiya olunan Rashford, Asensio var və s. və axır. İspan texnikası ilə İngiltərə sürətinin remixini yarada bildi Unai Emery. Və bu həm də bir revanş oyunu olacaq. Bunların ilk oyunu yadınızdadır. İlk deyəndə qrup mərhələsindəki oyunu yadınızdadır yəqin ki 1-0 qurtarmışdı. Amma necə 1-0 idi? O anormal bir şey idi. Aston Villa belə şeylər eləyə bilir. Aston Villa, yenə də deyirəm, səfərdə heç yaxşı deyil. Bu bayaq dəyişikliklərdən elə belə danışmadım. Bu dəyişiklikləri də işin içinə qoysaq, Crystal Palace-la səfərdə necə oynadılar? Bu komandaya səfərdə nəsə olur. Artıq 3-cü, 4-cü dəfədə bunu deyirəm, bu 4-dür səhv etmirəmsə deyirəm. Hər dəfə dəyərləndirəndə. Deməli, burada Brüggenin bir topun mən götürmüşəm. Məsələn, geniş kupona salmaq olar. Etopazdan kimsə oynayırsa 1.30 əmsaldır. Məsələn, Mislidə 1.25-dir. Bura yazmışam. 1.26 yox, 1.25-dir. Bura yazmışam. Okey, yaxşı. Burada nə olar sizcə? Məncə bu oyunda gol var və məncə Brügge uduzmayacaq bu oyunu. Şəxsi düşüncəmdir. Bu arada çox maraqlıdır. Qlobalda bu oyunun gözləntisi 2-1-dir. Halil Mutmelər yada düşdü dərhal. Amma əslində keçən dəfə demişdim, o oyunda hansı Çempionlar Liqasındakı axırıncı buraxılışımızda da demişdim ki, əslində Halil Mutmələrin əskisi tüstülüdür. Amma məncə haqlı, istiqamət fərqli idi. 50-nin 50 epizodu idi. Vermək də olardı penaltini, verməmək də olardı. İsakiye'nin boynuna yazılan o penaltidə təbii ki o. Belə, yəni məncə əgər kimsə Etopazdan oynayırsa 1.30, bəs eləmirsə, məsələn də 1.60-dan yuxarı əmsalla 1.66 ilə yazmışam bura. Gol, Misirdə də Etopazda da bu arada gol ikisi də demək olar ki eynidir. 1.65, 1.66-dır. Məncə burada biz 1-1 üzərindən hərəkət eləməliyik. Çünki Aston Villa'nın hücum kreativliyi artıb, dinamikası, sürəti artıb, amma Brügge'ni Juventus'dan oyunda, Atalanta ilə oyunda az qala dəqiq hesabına qədər çıxartmışdım. Juventus həmin oyunda yenə də təkrar edirəm. Yadınızda keçən də demişdim ki, bir dənə qapıya zərbə vurdu Juventus Brügge'nin oyunda, səfərdə, Jan Breder stadiumda. 83-cü yoxsa 82-ci dəqiqədə vurmuşdu o zərbəni. Yəni Brügge Çempionlar Liqasında kifayət qədər yaxşı bir komandadır. Və Brügge'nin bir topuna ümumilikdə götürəndə yaxşı əmsal açılıb, qol oynamağa çəkinənlər üçün erkən seanslı deyə deyirəm bunu. Yəni bizdə ekstra şərhlər heç vaxt ana xəttimizdən kənarlaşmayıb da, şükür Allaha. Belə. Bu arada Brügge'də Talibi adlı oyuncu var, ona fikir verin. Yəni möhtəşəm oyuncudur həqiqətən də. Skov Olsen gedəndən sonra Wolfsburga, bu arada Wolfsburgda da axırıncı dəqiq hesabını tutmuşduq. Paslardan birini Skov Olsen vermişdi. Çox ləzzətli oyuncudur həqiqətən də. Olsen'in yerinə onu gətirdilər Talibi və yeri gəlmişəm Belçika millisinə dəvət göndəriblər. Deyib ki, yox mən Mərakeş millisində oynayacağam. Belçika Futbol Federasiyası da belə bir açıqlama vermişdi. Artıq səslərini də yüksəldirlər ki, bu nədir? Biz Şimali Afrikadan oyuncuları gətirib burada yetişdiririk. Bizim çörəyimizi yeyirlər, sonra da bizə nankorluq edirlər. Niyə nankorluq edir? Bu pisdir. Millisində oynayır da. Kaş elə Azərbaycanlı uşaqlar da belə davranar, xaricdə yaşayanlar. Belə, məsələn, adətən türklər haqqında bunu deyirlər də, amma türklər də, məsələn, Hakan Çalhanoğlu, bilir ki, Bundestimdə qərarlaşa bilməyəcək, gəlir köklərinə sadiq qalaraq oynayır. Məsələn, Mesut Özil demişdi ki, o vaxt yadınızda da belə bir açıqlaması var idi. Mən özümü tam türk hiss eləmirəm. Və nə oldu, indi AKP-yə daxil oldun? Partbileti cibə qoyanda bəs utanmadın. Belə, Dortmund-Lille. Burada bir məsələ var, dostlar. Bu, məncə, şəxsi düşüncəmdir. Burada da bəzi metrikalar üzərindən gedəcək və biraz istənilən oyunu beyninizdə oynayanda siz maksimum nəticə əldə edə bilərsiniz. Ən azından maksimuma yaxın bir nəticə əldə edə bilərsiniz. Niko Kovac gələndən sonra fikir vermişəm, bu komanda 4 oyunda ümumilikdə, yəni son 4 oyuna getmir söhbət. Yeri gəlmişəm, son oyunda da buraxmadı. St. Pauli idi, Holstein idi, unutdum, onları qarışdırıram. Biri Union'dan oynayırdı, biri evində Dortmund'dan oynayırdı. Vurdu, saymadılar, okey. Amma
Niko Kovac, nəticə nədir? Niko Kovac 4-cü oyunu gələndən sonra, özü hansı müddətdə gəlib, çox az bir müddətdə gəlib də, 4-cü oyunda qol buraxmadı. Nuri Şahinin ümumi dönəmin götürəndə bundan az idi qol buraxmadığı oyunlar. Və belə bir məqamlar var. Yəni bu önəmli bir məqamdır məncə. Çempionlar Liqasında evində Dortmund Signal Iduna Parkda 15 oyunda uduzmur. Lille'də bax ciddi düşüş var. İndi bir məqama toxunacağam. Onu da xahiş edirəm bir kənara yazın, ən azından beyninizdə. Lille'də ciddi düşüş var və son 4 bu Aston Villa kimi bunlar da səfərdə elə də yaxşı deyillər. Son 4 səfər oyunundan cəmi birini udub. O da kimi udub? 10 nəfərlə qalan Rennes'i udub. Necə udub? Özünüz baxın. Bu da məqam, birinci məqam. Məni son dönəmlərdə bir dənə sual beynimi qarışdırır. Bizim bu Höcət Haqverdi var da, Azərbaycan millisinə də oynayır. Höcət Haqverdi ilə Ajaxdan Lille gələn Çubo Akpom'un dayı kimdir görəsən? Yəqin ki, bunların meneceri eyni adamdır. Böyük ehtimal, yəni çox güclü, nüfuzlu adamdır. Çubo Akpom kimi rəzil bir oyuncu, bu Yunanistandan, siz də mənə bağışlayın, iti qovan kimi qovdular onu. Adam gəldi Ajaxda pırtladı, çıxdı özü də 10 nömrə ilə. Rəhmətli Habil Əliyev demişkən o vaxt, xalq artisti onlar verdilər, sən utanmadın, götürdün. İndi sən də 10 nömrəni onlar verdi, sən utanmadın, taxdın çiynivə. İndi də gəlib Lille. Bunu nəyə gətirirəm? PSG ilə oyunda baxıram, Çubo Akpomu buraxıblar qabağa. Yadınızda da mən demişdim ki, PSG-yə artıq deyilişindən də bəlli idi ki, PSG-yə nə fikirləşirdim. Amma dedim ki, xal fərqi çoxdur, 11-13 xal fərqi var ikinci yerdəki komanda ilə, qorxuram. Lille ilə oynayır. Axşam baxdım, Çubo Akpom oynayır. Dərhal götürdüm PSG-nin özünün 4 topunu özüm üçün götürdüm də. Bir mənə də nəsə qalsın da. Və nə oldu? 63-də Çubo Akpom çıxır, yerinə girir Jonathan David. Biz axtarışa vermişdik Jonathan Davidi. Və Jonathan David 80-ci dəqiqədə qol vurur. Fikir verin, 80-də vurur. Gerassi də vaxtilə Lille'də oynayıb bu arada. İnanılmaz bir formadadır. Bunu da başa düşdük. Məsələ burasındadır ki, bayaq dediklərimi ümumi hamısını birləşdirəndə və bu metrikaya fikir verin. Dortmundun Çempionlar Liqasındakı 17 qoldan oyunlarından gedir söhbət. 17 qoldan 14-ü ikinci hissədə vurulub. Ən çox qol ikinci hissədə oynayarıqmı burada? Biraz da əmsal da çox xoşuma gəlmədi. İndi deyəcəyim bir şey var burada. Dortmund ikinci hissədə vurar. Məsələn, Etopazdan oynayanlar oynaya bilir buna. Lille'in oyunundan dolayı Dortmund ikinci hissədən vurar. 1.40 əmsaldır. Qəşəng də optimal əmsaldır. Saytımıza da qoymuşam metrik olaraq, statistik olaraq. Amma buna indi kimsə deyəcək ki, mən misildən oynayıram, mən oynayamıram. Nə bilim, mən Findi Fruşka betdən oynayıram, oynaya bilmirəm. Okey, yaxşı. Yox, Findi Fruşka betdən oynaya bilirsiniz buna, amma okey. Götürək başqa bir, yəni dediklərimə əsasən birinci hissə 1.56, 1.40-dan yuxarı əmsaldır. Oynayarsınızmı? Mən oynamaram. Yəni bir risklidir. Amma ümumiləşdirib ən çox qol Dortmund. Bu ekstra şərhimiz olsun. Dortmundun özü ən çox qol ikinci time 2.88 əmsaldır. Yazırıq bir qırağa. Kimsə desə ki, İlkin bu oyuna normal proqnoz ver. Mən də deyirəm ki, qardaş, bu Lille ilə o Lille ki, Atletico'nun başını ağrıdıb. Real'ı evində udub. Bunu Niko Kovac da başa düşür. 1-0 üzərindən geçəcək. Bir dənə top Lille burada bəs eləmir. Riskinə gedib ikinci topunu gözləyəcək. Dortmund 2 top vurmağa qadirdirmi Lille Signal Iduna Parkda? Bəli, çünki buraxa da bilər hətta. Lille necə oynayır biz bilirik də. İnşallah Çubo Akpom olmaz heyətdə. Çubo Akpom olsa heyətdə, urra həndixox, getdik. Amma çünki Dortmund hissə qazanarın da əmsalı yoxdur. Mən sizə burada nəyə izah edeyim bunu? Bunu siz zaten ümumi fikirləşib, kimsə geniş kuponunda 1.20'lər, 1.30'lar falan, 1.40'ları yığıb oynayırsa, o özü bilər. Ona qarşı bilmərəm. Mən burada elə şeyləri heç vaxt izah eləmirəm. 1.61 əmsaldır, Dortmundun ikinci topu gəlməlidir bu oyunda. İnşallah ki də gələr. Çünki Lille bu oyuna necə çıxacaq? Evə daşıyım oyunu. Bu oyunu evə aparım, orada birtər həll eləyərik. 5'li müdafiə ilə Jonathan David, Həndixox, kontratakdan vurduq, yatdıq, ekstra bəkə getdi. Belə bir beyinlə çıxacaqlar. Real Madrid, Atletico Madrid. Valla bu oyun qol-qol olmasa və bu oyun Real'ın 2 topu ilə, hətta mən ağlımdan 2-2 keçir, Real'ın 2 topu ilə qol-qol üstə getməsə bu günahdır. Çünki gəlin belə deyək də, bu həmişə bu puzzle'ları yığaq. Axır vaxtlarda başlamışıq empati qurmağa. Keçən dəfə Ajax'da empati qurduq. Tam fikirləşdiyim oldu. Sizə neçə dəfədir bunu izah eləmişdim ki, Ajax'ın qələbəsinə 1.48 atılıb, 2 topuna
1.30 neçə açılıb? Hansı gəldi? Və buna fikir verin. Məsələ nədir dostlar? Real burada necə oynayacaq? Bu arada bir nəfər yazıb ki mənə, abi Simeone çempionluğu Çempionlar Liqası ilə barter eləyə bilər, qardaş. Ya ona da yazdım, səs atdım. Çünki fikrimi geniş izah eləməliydim. Dedim, qardaş, bu oyuncular, bu komandalar bir masa arxasında nə vaxt otura biliblər ki, düşməndirlər də. Bunlar hələ durub nəyinsə barterini eləsinlər. Bu məsələləri qoyun bir qırağa. Hər şey ola bilər. Biz futbolda hər şeyə ehtimal nəzərə alırıq. Çünki futbolda futbolluq qalmayıb da. Ehtimallar həmişə var. Amma gəlin biraz reallığa qaydaq da. Reallıq demişkən. Real bu oyunda necə oynayacaq sizcə? Və Atletico'nun bu cür oyunlarda bir gol vurma imkanı var yoxsa yox? Potensialı var yoxsa yox? Yəni, burada başqa nə izah eləməksə? Məncə bu oyun düzünə gedəcək. Və Real'ın 2 topu ilə gol 2-5 üstə gedəcək. Hətta mən Atletico'nun ikinci topunu da sıxacam özüm üçün. O manatlıq kuponlara da girər bu. Bilməm, hesab proqnozu 2-1 gələ. Gözlənti də 1-1-dir, 2-2-dir, belə birjalarda dəyişir. Belə, yəni məncə bu oyunda biz Real'ın 2 topu ilə, yenə deyirəm, gol 2-5 üstü görəcək. Belə, başqa... Hə, çünki Real, burada özüm üçün qeyd eləmişəm, paslar qeyd eləmişəm özüm üçün. Real burada 1-1-ə, ki mən o 1-1-i görürəm oyunda ssenarini, 1-1-də, yəni oyunun hansısa bir dönəmində 1-1 hesabı, 1-1-ə razı olmayan tərəfdir Real. Çünki Wanda Metropolitano yaparsa, Civitas'dır, Metropolitano'da nəysə, Əlqərəz, aparsa Simeone, orada işi həll eləyə bilirlər. O belə. PSV Arsenal. Mən sizə bayaq nədən danışdım? Juventus'un A planı var, B planı yoxdur. Bax, mən neçə dönəm, böyük bir dönəmdir, düzdür, itkilər falan, okey, Arsenal fanatları deyə bilər ki, qardaş, əl çək də bizdən bezdirmirsən, United'dan bizi bezdirmirsən. Valla, mən sizi istəyib deyirəm, bunlar böyük klublardır. Və sizin də azarkeş olaraq sizə mənə hörmətim var. Ən azından gəlib City'yə azarkeşlik eləmirsə, çünki City klub deyil axı, City keçmişi yoxdur. Var ya keçmişi, yəni belə bir köklü klub deyil də, belə şanlı klub deyil daha doğrusu. Köklü yenə deyirəm, 1800 neçədə yaradılıb, səhv etmirəmsə City. Məsələn, Nottingham Forest-da kimsə deyə bilər, amma Nottingham Forest-in tarixi City-dən yaxşı yeri gəlmişkən. Əlqərəz, sözümü nəyə gətirirəm? Arsenalın ki tarixi var, Arsenal bizə hansı oyunları bəxş eləyib, hansı oyuncuları bəxş eləyib. İndi sözümü nəyə gətirirəm? Arteta'nın B planı yoxdur, qardaş. Bax, mən bu sözü Arsenalın fanatlarına hər həftə yazıram, hər həftə də deyirlər ki, abi yenə haqlı çıxdın. Nottingham Forest-in oyunda B planı yox idi. Aston Villa'nın oyunda B planı yox idi və s. və axır bütün oyunlarına baxın, bir dənə açın baxın. Zaten də izləyirsiniz də, elə oyunlardır ki, Arsenal elə bir komandadır ki, hamı mərc edir, hamı da oynayır və görür nə baş verir. PSV hansı bir dönəmdən keçir və Arsenal Çempionlar Liqasında belə bir statistikası var ki, son 14 səfər oyununda Çempionlar Liqasında 13-ündə gol buraxıb. Əlini Erediviziyadan üzmüş PSV bu Arsenala bir top vurar yoxsa yox? Çünki bu adam hələ də bilmir ki, mən Tierney'ni oynadım kənarda, Calafiori'ni oynadım. Calafiori ümumiyyətlə cinah oyuncusu deyil. Bu nə anormallıqdır sən yaratmısan özündən. Heç olmasa Timber'i falan bıraq da. Okey. O gün bir PlayStation'a girmişdim. Timber falan hamısı 90 neçə idi. Qardaş deyirəm, bu komanda niyə çempion ola bilmir? Deməli, mən 1.40 əmsalla, icazəvizlə PSV-nin bir topunu götürəcəm. İnşallah PSV hətta ikisini vurar və uduzmaz bu oyunda. Bu arada PSV-nin belə bir tarixçəsi var ki, 2006-2007 sezonunda məhz Arsenal'ın knockout sistemində uçurdu mərhələsində, play-off mərhələsində. Bilmirəm, baxaq. Çünki əlini Erediviziyadan üzmüş PSV bu cür oyunları fərqli oynayır. Juventus'dan oyun misal. Bu arada Juventus'a gol vurmaq da belə oyunlarda çətindir. Amma onu da bacardılar. Və əməlli başda dominantlıq elədilər oyunda. Oyuna ümumi belə, mən əslində bollu bir gol da oyun da gözləmirəm. Çünki Arsenalın düşdüyü durumdan dolayı. Arsenal burada durub açıq futbol falan oynamaz PSV ilə. Çünki hər an qapısında 2 top görə bilər. Və niyə də oynasın? Emirates-ə daşıya bilər oyunu. Çünki Premier Liqada da həm də fikri. Adam deyir ki, mən hələ də çempionluq şanslarımı qorumuşam. Xanımlar bizi izləmirsə göstərərdim. Hə, deyək, qoruyursan. Allah, qoruyursan. Feyenoord Inter növbəti günə keçirik dostlar. Mən bir dəfə YouTube'da yazıldı belə bir şey demişdim və bunu tez-tez VIP qrup üzvlərimizlə də tez-tez futboldan danışırıq, Telegram üzvlərimizlə də danışırıq tez-tez. Həmişə belə bir söz demişəm və bunu konkret faktlarla da əsaslandırmışam, özünüz də baxa bilərsiniz. Müasir futbol tarixində, hətta məncə keçmişdə də, indi özünüz başa düşəcəksiniz, nəyə gətirəm sözümü.
Siz görmüsünüz bir dənə uğurlu məşqçi görmüsünüz ki, nominal hücumçu olub. Nominal hücumçu 9 nömrə olub və uğur qazanıb. Belə bu arada burada bir açar söz də əlavə edeyim. Çox yüksək səviyyədə hücumçu olmuş bir məşqçi deyə bilərsiniz mənə. Nadir hallarda tək-tük deyə bilərsiniz. Primitiv olaraq Van Nistelrooy götürün. Nistelrooy Leicesterə gələndə bu adam ancaq hücum oynadır da, düzdür? Sonra biraz da taktikasını dəyişdi və s. Mən o vaxtda Miriyə də demişdim ki, bu adamdan yaxşı məşqçi olmaz. Amma dayaq yarım müdafiə zonasında olan məşqçilər həmişə yaxşı nəticə qazanır. Guardiola, Arteta'nın özü əslində pis məşqçi deyil. Sonra Xabi Alonso və s. və axırda Ancelotti'nin özü yeri gəlmişdən o zonanın oyuncusu olub. Kimləri sonra deyə bilərik. Nəysə, əl-qərəz, söhbəti uzatmayın. Okan Buruk, sonra və s. Nəsə, söhbəti uzatmıram. Van Persini götürüb gətiriblər Feyenoorda. Adama sual verərlər ki, Feyenoordun təzə məşqçisi var idi ki, onu müvəqqəti məşqçi idi. Onu, familiyasını unutdum, soyadını unutdum. Milanı uçurdan məşqçi. Onun nəyini bəyənmədiniz? Van Persie ilə olmaz. Elə belə hər dəfə bir proqnoz vermirik. Məsələn, Orban falan qədər vurar. Hər dəfə demək istəmirəm də indi bunları. Nə bilim, falan kəs falan qədər sezon ərzində vurar və s. Mən də deyirəm ki, Van Persie bu komanda ilə mənim dediyimin tərsi ola bilər təbii ki. Elə belə bir proqnoz atıram. Van Persie ilə bu komanda çox davam eləməyəcək. Van Persie ümumiyyətlə uğur qazanan məşqçi olmayacaq. Oradan ora sülənəcək. Uzaqbaşı Ərəbistan'a da gedər də. Buradan dönəmdən istifadə edib. Allah işin avan eləsin. Yaxşı da futbolçu olub, amma bu cür şeylər, yəni uğur qazana bilmir. Amma burada qaydaq bu oyunun proqnozuna. Interə açılan əmsal sürpriz Feyenoord və evində oynayan Feyenoorda qarşı normaldırmı? Yox. Düzdür, mən yeganə oyundur ki, burada əmsallardan nəsə çıxır, deyim nə çıxır. Interin 2 topu ilə 2-5 üst. Yeganə oyundur ki, əmsallardan nəsə çıxır. Bunu qoyduq bir qırağa. Interdə dostlar, ciddi düşüş var. Inter fanatları ilə Ramiz qardaşımız başda olmaqla hər dəfə danışıram, deyirəm ki, abi Interdə bu il ciddi düşüş var. Napoli ilə oyununa, xüsusilə ikinci tayımın statistikasına, girin statistika bölməsində ikinci tayımı seçin, baxın. Rəzillik. Bu arada Napoli'dəki Billing var. İnanılmaz oyuncudur, inanılmaz. Bəlkə də Napoli'ni çempion eləyəcək şəxs odur. Adam stadionun hər yerindədir. Qolu da zaten mən bilən o vurdu da. Çox möhtəşəm transferdir. Sözümü nəyə gətirirəm? Interdə ciddi düşüş var. Amma Inter Çempionlar Liqasında sanki köklənmiş bir durumdadır. Düzdür, seriyanı da axıra qədər gedəcək biləm. Və Interdən biz Van Persie'dən dolayı və burada əlavə də bir şərh eləyəcəm. Van Persie'dən dolayı biz Inter'in time'da vuracağı gol ki, zaten bu əmsallardan da çıxır görə bilərik. Inter'in 2 topunu da zaten sizə izah elədim mən. 1.50-dən yuxarı əmsaldır hər ikisi. Time'da qolu 1.51'dir, ikinci topu Inter'in 1.57'dir. Alınıza batırsam, məncə Feyenoordda vuracaq. Şəxsi düşüncəmdir. Belə, məncə ideal şəkildə çıxır. Inter'in time'da vuracağı top. Ardı, nə olur olsun. Çünki burada əsas heyətlərdir. Nəyə görə? Çünki Inter'də Inzaghi mənasız rotasiyalara gedə bilir. Və yeganə uduzduğu oyunda, yəni qapısında qol gördüyü həm də oyunda, Bayer Leverkusen oyunda, Çempionlar Liqasında açın, baxın heyətə. İnanmıram o heyətdən çıxar, amma əlindəki kadr, heyət dərinliyi də imkan verir ki, rotasiyalara getsin. Bu da belə. Və keçirik, Bayer Leverkusen, Bayer Leverkusen oyunu haqqında çox danışmışam. Çünki bu oyun mənə bizi nəyə xatırladır? Okan Buruk, Mourinho. Çıxacaqlar 0-0 üçün bəlkə də. İstəyir 50-50 qutarsın oyun. İstəyir 3-1 Bavariya olsun, istəyir 5-1 uduzsun Bavariya. Bu komandaların, bu məşqçilərin, mən fikir vermişəm, bir-birindən ciddi şəkildə çəkinirlər. Niyə görə çəkinirlər? Birdən azarkeşlər deyər ki, niyə uduzdun Bavariya, Leverkusenə? Nə bilim, Alonso da biraz ehtiyatlı oynayır. Dəyməyəcəm bu oyuna. Mən xoşum gəlmədi bu, heç xoşum gəlmədi bu oyundan. Əsasda məşqçilərdən dolayıdır. Benfica Barcelona. Gəlin bir dənə də burada empati quraq. Bu 4-5 hesablı, anormal bir hesablı oyunun bu revanşıdırmı yoxsa yox? Yeri gəlmişkən Benfica, mənəm deyib sinəsinə döyən komandaların hamısına aiddir. Benfica dünya tarixində yeganə klubdur ki, hal-hazırda 400.000 rəsmi üzvü var. Üzvü. Azarkeşi demirəm. Azarkeşi mən Neftçi azarkeşiyəm, amma rəsmi qeydiyyatda heç bir adım yoxdur. Mən Beşiktaş fanatıyam. Məsələn, gedib adımı yazdırmamışam da Beşiktaşda ki, mən sizin fanatınızam, mən sizin üzvüzəm. 400.000 üzvü var. Nə qədər böyük bir klubdur, baxın. Benfica. Azərbaycanda ən azı 2 Benfica fanatını tanıyıram yeri gəlmişkən. Azərbaycanda Bilbao fanatını da tanıyıram, Atletico Madrid fanatlarını tanıyıram yeri gəlmişkən. Deməli belə,
Empati nədir? Bu 4-5-in günahkarı kimdir? Hakimdən dolayı. Barso fanatı olaraq deyirəm bunu. Hakimdən dolayı. Kimdir? Hakimdən başqa. Publika. Çünki indi başqa bir statistika verəcəm. Son 9 Çempionlar Liqası oyunundan cəmi birini udub. Niyə? Publika imkan vermir də komanda rahat nəfəs alsın. Ancaq şou. Bu şounu nəticə ilə barter eləsələr, dəyişsələr, əməli başlı nəticələr əldə edərlər. Monaco ilə oyunda da publika tətikləyir. Qardaş, fikir verdiniz, səfərdə getdi necə rahat tutdu gəldi Monaconu və onun hesabına keçdi əslində. Barsa ilə oyunda da həmin şey oldu da. Publika birdən sonra ikincini istəyir, üçüncünü istəyir və Barsa'ya da bu lazımdır. İndi başqa bir şey. Benfica'nın son 6 Çempionlar Liqasındakı ev oyunundan 5-də 3-5 üstü olub. Yenə də Estadio Daluja yığılanlardan dolayı. Barsa'nın Sociedad'ın oyununu yəqin ki izlədinizsə, bu komanda 2025 girəndən, zaten sezon əvvəlindən də elə idi. 2025-dən 15 oyunda uduzmur. Bəlkə də böyün uduzdu, bir şey deyil. Yeri gəlmişən ilin əvvəlindən oturdum, hesapladım. Yeni ili falan da işin içinə qoydum. 3-4 gündən bir oyun oynayırlar. Bu zarafat deyil. Və özü o tempdə. Sociedad'la oyununa baxın. Anormaldır. Adam istəyir ki, özü ilə oynayır. Flick. İndi burada playoff mərhələsidir deyə, Barcelona'dakı oyun var deyə. Yəni Benfica'nın belə bir şansı varmı ki? Var ya, futbol təbii ki. Amma gəlin empati quraq da. Barcelona ilə oyuna gedim orada. Orada həll eləyərəm. Elə bir şansı varmı oyun baxımından? Məncə yoxdur. Ona görə də burada Benfica risk alan tərəf olacaq. Benfica'dan gələn qol və qolları da nəzərə alaraq Barsa burada 2 top vura bilər. Oyuna hardan baxsan metrika atıblar ortalığa. Bayaqdan dediklərim də zaten onun üzərində qurulub. Barsa son 5 Çempionlar Liqasındakı səfər oyununda, bu da maraqlı metrikadır, metrikadan bol bir oyundur. 2 gol buraxıb 17 gol vurub. Stabil olaraq 2 top buraxıb son 5 Çempionlar Liqasındakı səfər oyununda. 2 gol buraxıb ümumilikdə 17 top vurub. Anormallıqdır. Düzdür, orada Crvena Zvezdalar falan da var işin içində. Okey olsun. Ana xətti nədir metrikanın? Atıblar ortalığa ki, baxın, bunun üzərindən gedin. 11 Barsa'nın 11 Çempionlar Liqasındakı oyundan 9-u 3-5 üstü olub. Bu 3-500 kimin 2 topu ilə 3 topu ilə gedər bu oyunda? Mən biraz da işimə ehtiyat alıram da burada. Barsa'nın. Çünki oyunu yenə də beynimdə oynayıram. Benfica'nın Estadio Daluj'da nə oynadığını bilirik, müdafiəsindəki boşluqları bilirik. Barsa da burada temp verən tərəf olacaq. İndi burada 4-5 falan ona görə demirəm də bu məsələn. Ümumilikdə proqnozum Barsa'nın 2 topudur, 1.40-dan yuxarı əmsaldır. PSG Liverpool burada bir qədər bazarın əksinə getməyə çalışacağam. Necə? Yox, gol oynamıram, əvvəlcədən deyirəm. Ya da 3-5-6 falan oynamıram, olsa da. PSG 22 oyunda uduzmur. Yəni mən bunu deyirəm, pauzanı eləyirəm 1-2 saniyə və siz də deyəcəksiniz ki, kimsə deyəcək, kimə uduzmur? Sən Allah bəs də Fransada tək qalıb, monopoliya yaradıb. Qardaş, Lili 4-1 uddular. Adam hər dəfə yeni şeylər test edir. Bu bizim dəli hocamız, Luis Enrique. Və bu testlər də nəyin üzərində qurulub? Əsas yarım müdafiə xəttinin üzərində ki, o ön xətti təmin edir topla. Oyunlarını 90 dəqiqə demək olar ki, izləyirəm. Həmin o Lille Atletico Madridlə Real Madridin başına hansı oynaşdı və necə təhlükəli komandadır biz bunu bilirik, dizi üstə qoydu yerə. Birinci taymda işi bitirdi. Özdə fikir verdim ki, bəzi repetisiyalar apardı orada Liverpool oyunu öncəsi. Və dedi ki, qardaş, ikinci taymı oynamayaq. Çıxaq rahat Liverpool ilə oyunumuza hazırlayacaq. Çünki Liverpool da bu oyuna hazırlıqlı gələcək. FA Cup yox, bir şey yox. Dincəlmiş gələcək də, düzdür? Burada nə metrika atıblar ortaya? Liverpool son 11 oyundan 10-unda birinci hissədə qol vurub. Okey. Bunu baza olaraq əlimizdə götürüb belə bir şey eləyəcəyik. Bir, burada mənim əsas analizim nəyin üzərində qurulub? Luis Enrique burada ikinci topu buraxmamaq üçün meydana çıxır. Arne Slot burada meydana Enfield'a aparım oyunu, orada həll eləyəcəm. Möhtəşəm publika dəstəyi ilə həll eləyəcəm oyunu. Ki, böyük ehtimal elə olacaq. Mən burada gol falan öz yerində. Keçən dəfə də Wolfsburg oyunda demişdim. Gol əla, günün ən gözəl gol oyunudur. Mən razılaşıram, amma Wolfsburg'un ikinci topunu götürəcəm. Gol 2-500. Amma bu Werder'in 2 topu ilə gəlsə mən yatıram da. Burada da PSG ikinci topu vurar 1.71. Çünki PSG burada risk alacaq, amma mən axır vaxtlar görmüşəm ki, PSG-nin riskləri dəli riski deyil ki, nə ola, Luton Town deyil də bu, gəlin belə etiraf eləyək də. Əməlli başda ayağa top oynayırlar.
cinah dəyişirlər, ləngər vururlar. Məncə PSG ikinci topu vurmağa qadirdir. Yəni bu City ilə oyununa bənzətmirəm bunu. City ilə oyunda 4 dənə top vurdular. Çünki orada vurmağa məcbur idilər. Hətta orada belə gördünüz ki, necə düzgün oynatdı komandanı. PSG-nin ikinci topu 1.71 əmsaldır. Oyunun düzü nədir? Əlinizi sıxıram, mən də qoşuluram. Gol 2-5 üstə PSG-nin ikinci topu ilə getsə, mən də burada çıxıb sizin qabağınıza deyərəm ki, qardaş, gol oynamısan, Allah canını sağ eləsin. Mən sənə nə izah eləmişdim? Sən də deyəcəksən ki, qardaş, mən ehtiyat elədim, gol oynadım, amma sən dediyin də yaxşı idi. Gəlməsə belə. Öpürəm dostlar, uğurlar, hamıya bol şans. Çalışdım biraz maksimum oyunların ssenarisini sizin üçün cızım. Həftənin ikinci gününün, yəni çərşənbə bizdə mübarək bu arada. Unutdum, üzr hesab edin. Beynimdə o qədər informasiya var ki, hər şeyi çatdırmaq istəyirəm. Çərşənbə bizdə mübarək, düşərli olsun. Çərşənbə gününün, çərşənbə axşamının deməli statistikası, nə bilim, hesab proqnozları saytımızda var. 3-cü günü bu gün axşam qoyacağam. Uğur olsun. Sabah da 2 günü birləşdirib çəkdim ki, sabah da Çempionlar Liqası və Konferans Liqası və Avropa Liqası, yəni 4-cü günün oyunlarını sabahdan qoymaq istəyirəm ki, biraz boşluq olsun. Siz də rahat izləyəsiniz, qərarlarınızı verəsiniz. Uğurlar dostlar, Allah'a emanet olun.